Evet arkadaşlar yola Ben yaptım. daha bir şey yapmamış ha. YouTube vlogumuza hoş geldiniz. Saat 7'in yarısı çatmalı olduğumuz yere 7'in yarısı evden çıktığımız için. Məsuliyyət deyəndə də Hal-hazırda 8 işləyir. Fəhmin ardadı bilmirik. Gəlirəm dedi. soyuqdur arkadaşlar. Siz olun. Bu arada mən bütün maşın yol boyu fikirləşmişəm ki, heç vaxt hikingə belə uzun plaş geyinən adam görməmişəm mən. Neyse. İnşallah sorun yaratmaz. Mənim maşını almırlarmış da plaşım uzundur. Bir Hiç yerdə mutlu değilim arkadaşlar. Sıfır mutluluk. Hiç mutlu değilim, mutlu değilim. Niye? Niyə bir götürmüşsən? Sen bayakları seçende seçmek istiyorsun. Bir yerde. Hələ fəhmin. Ama bir şey bir yerdə. Düşüp içeri gez arkadaşlar. Siz olmadan. Alnımızın akıyla getmədi. A few moments later. Yaxşısı elə səsləndirməkdir. Yol çəkməmişəm, amma indi artıq Eşabrana çatırıq. Nəysə, bizə deyilməmişdi ki, burada Kamaza minəcəyik və o əlavə 5 AZN ödəniş təşkil eləyir. Biz də deyirik ki, ya bizi ayaqla bələdçi aparsın ora qədər, ya da ki, Kamaza biz pul vermirik. Kamaza da bir təhər 3 nəfərə 10 manat verəndən sonra dedik ki, yaxşı ki, dirəşməmişik də ki, yox ayaqla getmək istəyirik. Kamazda olduğumuz bilinmir. Premium paket var arkadaşlar. Kamazda Gezme yolu. bu da sen hayır. Hə, yolun müəyyən bir qismini Kamazla getməli olduq. Getməli idik ya da bilmirəm. Kamazla bizi çatdırdılar, hansı ki ayaqla getməli olduğumuz yerə qədər. Hoş bulduk, hoş bulduk. Nereden çıktınız? Hoş geldiniz. Merhabalar. Alpinist. Haydi. Belki bu yerlere. Gelin ne gaganlar var. Ha buradan geç. Bura biraz sevap yakındı. Fəhmin də yıq daha maraqlı olsun. Benim otlanmalı ya. O kalkağın yere değdi. Onu kaldırmışlar. Yo, ayağını qoyursan. Kokum özünden ağrıdı ona göre. Telefon kaldı. Sen ben de götür koyacağım sana. Aynen kullanmayın normal süt ya. Kafaya bırak koymak istemiyorum. Ya bak ya. İstəməklə deyil ki, bu sözü keçməyəsən. Appansan yıxılasan sürüşüb. Yakalandan sanmıyor tamam. Qutar da telefonumun yaddaşda oldu. Hop. Buraya kuru doğru. Halal olsun. Niyə yıxılmadın? Yürüyüşün demək olar əvvəli ayaqlarımız. Başımız Allah'ın dalaga açmaz. Kaç git desen. Gümüş. Gümüş çatmışıq, dur. Dur çatmışıq. Dur. Ahirətdə. Ben seveyim baştan. Nə eləyə biləcəyim maks şey budur. Heç nə olmadı ki. Bu material çıxsın.
Yeməyimiz, içməyimiz. Pastel, paltar, her şey qaydasındadır. Yeyirik, sirik, simirik. Aa! Burada hələ yolu yarılamamışıq, amma kondisyonumuz şaka mı? Bu video səssiz oldu deyə biraz səsləndirmək istedim. Amma düz yol yaxşıdır, amma buradan rahat. Nə düşünürsən? Mustafa Bakı'da. Lazım mıydı? Bunu mu istəyirdin? Bunu mu istiyordunuz? Bunu mu istədiniz? Bunu mu istədiniz? Elə bil Himalay dağına dırmanıram, nə olub? Oy. Niyə falan qalxmadın? İpin özünə nə xeyri var mənə dola? İzci kardeş. Boncuk boncuk terler akıyor senden. This is Ambil. It's fantastic. It's Ambil Lake. It's good. Very beautiful. There. Very beautiful. Interesting for us. Yeah, where are you from? Kəlbəcər. I am from Kelbecer. But now I am How to find Ambil. this place? How to find this place? Nespa. Geldiğimiz yere bu. Ambil. Ambil like. This is Ambil like. Orası sürüşür biraz, ehtiyatlı olun. Все. Nəysə, Fəhmin gedib gölün içindəki ağaca dırmaşana qədər niyə gölün bu üzünə keçdiyimiz haqqında danışım. Biz Fəhmin biraz çox kamp eləyən biri olaraq üstündə stola qədər hər şeyi daşıyır. Biz də dedik ki, keçək orada öz çayımız da var, çaydanımız da var. Bizi gətirən turun heç çaydanı yox idi. Hər kəs nə tər çay içəcək deyirdi. Təsadüfən də yolda elə qalxdığımız yolda kimsə orada bir divan var idi, mən uzandığım yer. Orada stolun üstündə çaydan var idi. Onu götürdülər, özləri ilə gətirdilər və suyu da deyilənə görə göldən götürüb dəmləyəcəklərini demirdilər. Bilmirəm da nə etdilər. Hər nəysə, biz amma Fəhmin sağ olsun sumkasında 2 litrlik suya qədər hər şeyi düşünmüşdü. Çantasında, sumkasında yox. Dedi ki, bu boyda millətin içində oturmayaq, gedək həm başımızı dinləyək, həm də orada özümüz üçün şərait quraq. Belə. Sonra nə olur? İndi izləyəcəyik biraz Fəhminin bu ağaca dırmanmağını izləyək. Çay var. Ha? Günay. Adı boy verdi. Video çekmedi dedi. İçtin ne? Kıbrım başladı. Görək də, görək 2 dənə. Bu da biraz stəkan tapırdı. Burada biraz stəkan tapırdı. Gəlin qalxın. Bu da biraz stəkan tapırdı. Burada biraz stəkan tapırdı. Gəlin qalxın. Bu da biraz stəkan tapırdı. Burada biraz stəkan tapırdı. Gəlin qalxın. Bu da biraz stəkan tapırdı. 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 Bu da biraz stəkan tapırdı
Deyirsən saydığın say, gör fələk nə sayır. Bu insanlar da bizim orada özümüzə şərait qurmağımızı gördülər. Nəysə biz qonaqpərvər insanlar olaraq təbii ki bundan narahat olmadıq. Şübheli. Amma onlar da zaten başa düşdülər ki biz bura özümüz kafamızı dinləyək deyə gəlmişik. Sadəcə maraqlı gəldi, şəkil çəkdirməkdən ötürü qaldılar, gözlədilər. Fəhmin ocağı qaladı, bir-iki şəkil çəkdirib. Xanımlar getdilər gölün o üzünə. Bilmirəm orada çay var idimi, onlar çay içdilərmi yoxsa yox. Biz də burada üçümüz bir də bu yalnız başına hiking yapan bəylə birlikdə Gedəndə deyərsən. gölün mənzərəsinin dadını Avtobus çıxarmağa minəndə başladıq. deyərsən gördüklər. Ya da gətirdiklərimizi yeməyə mi bilemiyorum. Çatanda göstərək. İşte mən bir qəşəng şəkil çəkmək istəyirdim. Ona görə gözləmək istəyirəm. Ocağını yenə. Gözləyin çay. Əvvəldən axıra çəkirsiniz. Çay da içərsiniz. Geliyorum. Üstünüzü açmasam yarmış. Üstümü aşmazsa zorla yazdım şu an. At sen ara. Bizimdir bu torpak. Yüzünü gören, seni tanıştıran, halını soran. Belki bir bakışın yaşattı beni. İçmişem bu eşki. Yok. Ayda xanım soruşa bilərik niyə belə bir üsula əl atdığınızı? Ayaq atdığınızı daha doğrusu. Ayıptır söylemesi göle düştüm. Ayakkabılarım soğudu. Ayaqlarımı qurudandan sonra qustar üstüm. Qaydanda təbiətin gözəl mənzərələri ilə qarşı-qarşıya qalmışdıq. Gedəndə də düzdür. Gözəl idi hər şey. Qaydanda duman fərqli bir gözəllik qatmışdı təbiətə. Yenə hamımız kamazlarımıza qoyduq. Aslında bizdən gələn turuydu, birinci kamazdan gedənlər. Amma sonra belə qarışıq oldu da, yəni birinci, ikinci gələnlər bir kamaza yerləşdilər. Qalanlar da ikinci kamazdan. Mindik qaydırıq. Vay be Yılmaz'ım bak bunu da yaşamadık demeyiz ha böyle bir şey. Böyle bir yolculuğumuz da oldu senin. Ben bunu yaşamadık desem o kadar şey olmazdım. Niye abi? Yaşamasak da olurdu diyeceğim şey. Kendiniz söylüyorum. Hadi şöyle. En son söyle. Hiç adam da tutmamış. Qaçqınlar və məcburi köçkünlər. Bu gün de bir kasbaylar sevindim. Hər gözəl filmin bir sonu olduğu kimi bu vlogun da bir sonu var. Sonunda bu möhtəşəm videomu taçlandırmaq istedim. Sen o tür oyunlara katlanamazsın.